Samira, dəvət aldın, getdin. Sən Ermənistana ən çox xal 12 verin. Bundan qabaq nə qədər xal verirdin ora? Mən sizin icazənizlə Buyur. bir kəlmə demək istəyirəm. Əslində bir qazi qızı və general nəvəsi olduğum üçün və bu ölkənin vətəndaşı olduğum üçün də tarix sözsüz ki, mən tarixi unutturmaram heç bir zaman. Amma mənə elə gəlir ki, gələcəyimiz bizim əlimizdədir, biz gənclərin əlimizdədir və indiki zamanda Cənab Prezidentimizin həmən o qurduğu sülh siyasətinin arxasıca mən getməyə çalışıram və onu da dəstəkləyirəm, dəstək verirəm ona və incəsənət nümayəndələri, istər jurnalistikada olan, ümumiyyətcə göz önündə olan və ölkə daxilinə çıxan hər insan mənə elə gəlir ki, bu sülhə doğru kiçik körpülər qurmalıdır. Və mən öz növbəmdə bugünə kimi finala qədər həmən iştirakçını çox kəsmişəm. 8 də vermişəm, 10 da vermişəm. Elə olub hər kəs 12 verib, amma mən 10 vermişəm və Gürcüstan nümayəndəsi mənə xatir və özlərinin hansısa bilmirəm, yəni ümumiyyətcə 10, 8, 6 olub. Sadəcə finalda Azərbaycan iştirakçısı olmadığına görə və artıq mənim üçün xalların və kimin qalib gələcəyi önəmi olmadığına görə bütün iştirakçılara 12 xal vermişəm. Həmçinin də erməni iştirakçısına. Amma mən sizə bir şey deyim, söhbət musiqidən, təhsildən, texnikadan gedirsə, həmən iştirakçı həqiqətən də çox gözəl texnikaya malikdir, çox gözəl ifa eləyir və mənim orada ona 12 xal verməyim sözsüz ki, hər kəsi təəccübləndirdi və mən orada Azərbaycan adından bir münsif heyəti kimi əyləşmişəmsə, yəni mən Azərbaycandan sənə səs verirəm deməyim, məncə bu yanlış bir fikir deyil. Sən peşmansan mı belə hərəkətlə? Mən peşman deyiləm hərəkətimə görə. Çünki mən o insanın haqqına dəfələrlə girdim. Amma finalda mən onun layiq olduğu, həqiqətən də layiq idi. Çünki onun texnikası, mən musiqiçi kimi baxıram. Mən siyasətçi deyiləm ki, mən durum düşmənçilik aparım orada. Mən oraya düşmənçilik eləməyə getməmişəm. Mən ölkəmi təmsil eləyirəmsə, ölkəmin nüfuzdan salmamalıyam. Mən imajına zərər yetirməməliyəm.